Diyet zamanı edilən ən çox səhvlərdən biri odur ki, tez nəticə əldə edeyim, tez arıqlayım, özlərini hər qidadan məhrum eləmək, balanslı şəkildə qidadan imtina eləmək. Öz başına edilən diyetlərdə adətən bu baş verir. Daha çox motivasiya olurlar, idmana daha çox gedirlər, həftənin bütün günü idman eləyirlər, saatlarla idman eləyirlər. Təxmini bu müddət bir həftə davam eləyir. Motivasiya düşən kimi bədəndə ağrılar, bədəndə halsızlıq baş verir və də nəticədə arıqlamaqdan vaz keçirlər. Ona görə də hər zaman davamiyyət çox önəmlidir. Balanslı qidalanmanı niyə görə insanlara təbliğ edirik? Balanslı qidalanma zamanı bədənin öz bioloji dili aktiv olur və də hücrələr bəsləndiyi üçün həm bədənə sağlamlıq qatacaq dərəcədə, qan dəyərlərini artıracaq dərəcədə, bədəndə itilaflanma prosesini azaldacaq dərəcədə gözəl nəticə əldə eləmək olur. Daha sonra isə idman etmək istəyən pasientlərimiz üçün müəyyən idman proqramı dizilir və də həftənin 4 günü və yaxud da ki, insanın aktivliyindən asılı olaraq 5 günü idman etmək mümkündür. Daha çox, ən çox relaks idman növləri insanın həm hormonu balansda saxlaya biləcək şəkildə daha yaxşı nəticə əldə eləmək olur. Kortizol hormonunu aşağı salacaq dərəcədə yaxşı nəticə almaq olur. Buna yoga daxildir, stresi azaldır. Nəfəslə edilən idman növləri daha çox hormonal balans saxlayır. Balanslı şəkildə qidalanma da elə həmçinin bədəndə hormonların balansını tarazlayır. Əgər sən öz başına etdiyin diyetlərdə həmişə motivasiya şəklində həftənin birinci günləri başlayıb, həftənin bazar günü pozmusansa, bu bir motivasiya edici həvəs, istekdir, səndə gəlir və sonda sən bunu davam elətdirə bilmirsən. Düzdür, müəyyən sosial mediada gördüyün proqramları, belə deyək də, detoksları, qatığın içərisinə qatıb yediyin kətən toxumu və yaxud da ki, içdiyin smuzi səni bir müddət şişkinliyini azalda bilir. Bir müddət səndə çəki getməsinə səbəb ola bilir. Ancaq ki, bu motivasiyan getdikdə, sən özündə o enerjini görmədikdə diyeti sonlandırırsan. Balanslı şəkildə qidalanmaq isə həyat tərzinə çevrilir. Sən artıq özün bilirsən ki, bədənində hansı qidalar sənə yaxşı təsir eləyir. Sən hansı qidanı nə ilə yesən, səndə yaxşı nəticə əldə olacaq, yaxşı nəticə əldə edə biləcəksən. Sən artıq özün bilirsən ki, belə deyək də, sən gündə neçə öğün qida qəbul elədikdə sənin bədənində şişkinlik ödəm olmayacaq. Sən balanslı şəkildə qida planını öyrənmək insanın özünə yatırım eləməsi deməkdir. İnsan balanslı şəkildə qidalandıqda həm öz bədənindən razı qalır, həm də onun düşüncələrinə təsir eləyir. Mənim bir dənə dəyişməz sözüm var. İnsanı həyatda dəyişən 2 gerçək var. Bu 2 gerçək biri qidalanma planıdır, biri isə düşüncə tərzidir, baxış açısıdır. Həyata insanın baxış açısı necədirsə, hər kəs bir mənzərəni görə bilər. İnsanı dəyişən isə o mənzərəyə onun yüklədiyi baxış açısıdır. Orada nə gördüyüdür, neyi müzakirə elədiyidir, orada neyi özünə dərs götürməsidir. İnsanı bu, artıq elm də bunu sübut eləyib ki, insanın düşüncələri onun hormonlarına təsir eləyir. Biz hormonlarımızın düzgün şəkildə işləməsinlə sağlığımızı əldə eləyə bilirik. Hal-hazırda zov problemi var. Çox artıb, yəni bu şikayətlər qadınlar arasında, istər kişilər arasında düzgün şəkildə işləməyən
Zov autoimmun prosesi başlayıb, bədəndə itilaflanma prosesi başlayıb. Bədəndə itilaflanma prosesi başladığı zaman isə müxtəlif cür qidalar var ki, o qida rasionundan çıxmalıdır. Hal-hazırda allergiyalar baş götürüb gedir. Yenə də burada bəzi qidalar var ki, qida siyahısından çıxmalıdır. Bunlar hamısı autoimmun xəstəlikləridir. Autoimmun xəstəlikləri bədənin itilaflanma prosesinin çoxalması deməkdir. Bədəndə itilaflanma prosesi çoxaldıqda isə orqanizmin hansı nöqtəsi zəifdirsə, onu hücum eləməyə başlayır. İnsanın öz hücrələri öz bədəninə hücum eləyir. Onu tanımır, onu məhv eləməyə çalışır. Baxın, bunu insan həm qida ilə tənzimləyə bilir, həm də ki, nəfəslə, yoga idman növü ilə bunu balanslı şəkildə saxlaya bilir və yaxud da ki, idarə eləyə bilir. Baxın, sağlamlığa bir şəkildə baxmaq mümkün deyil. Həm qidalanma planı, yeri gəlir qida əlavəsi, yeri gəlir kimyəvi dərman belə əlavə eləmək lazımlıdır. Çünki həyat elə də, belə deyək də, bir şəkildə, bir yolda gedəcək dərəcədə asan deyil. Əgər sən öz bədənindən, öz bədənini rahat hiss eləmək istəyirsənsə, öz bədəninlə bu dünyanın gözəl nemətlərini yaşayıb görmək istəyirsənsə, öz bədəninə kömək olmalısan, öz bədəninə yatırım eləməlisən. Bu istər qida ilə, istər qida əlavəsi ilə, istərsə də nəfəslə. Sən özün öz bədənini tanımalısan ki, mənim bədənimə hansı nə kömək eləyir. Bax, bir kəsə faydalı olan bir nəfəs texnikası sənə faydalı ola bilməz. Bir kəsə faydalı olan qida sənə faydalı ola bilməz. Sən öz orqanizmini, səndən nə istədiyini anlaya bilməlisən. Yəni, insan bir növ özünlə söhbət eləməyi bacarmalıdır, özünü anlamağa bacarmalıdır. Buna isə şuuraltının təmizləmə texnikası deyirik. Burada şuuraltının təmizləmə texnikası, yəni insan özünü anlaya bilməsi, özünlə söhbət edə bilməsi, o özünü nə cür görür, nə cür görmək istəyir, hansı yerdə olmaq istəyir texnikasıdır. Mən belə deyək də, insan sağlamlığına bir tək nöqtədən baxa bilmirəm. Hə, sən qidanı ye, sağalacaqsan deyə bilmirəm. İnsanın həyat tərzi bir bütöv şəkildə olduqda, ilk öncə qidalanma tərzi, şuuraltı terapiyası, nəfəs egzərsizi, yoga dərsləri, yəni bunu insanlar bir şəkildə elədikdə, insan həqiqətən də qalıcı şəkildə nəticə ala bilir. Yəni, bu mümkün bir şeydir, qalıcı şəkildə nəticə ala bilmək. Ancaq ki, davamiyyətlə az-az, bədəni az-az həyat tərzinə öyrətmək lazımlıdır. Bu həyat tərzinə öyrətmək lazımlıdır. Sən birdən hər şeyi, mən birdən edim, bir həftə içində mən nəticə əldə edeyim. Pasientlər ilk müraciət elədikdə ilk soruşduqları cümlə, yəni mən %100 nəticə əldə edə biləcəmmi sualıdır. Baxın, burada hər bir kəsin barmaq izi ayrı olduğu kimi, onun bədəni də, onun bağırsaq florası da ayrı olur. Yəni, hər bir kəsdə fərqlilik göstərə bilir bu sağlam həyat tərzi. Kimi bir ayda daha yaxşı çəki verir, kimi də az-az gedir, asta-asta gedir. Tərəzi onu göstərmir, amma eyninə geydiyi paltarlar ona çox, yəni gözlə görəcək dərəcədə çəkinin getməsi başlayır. Yəni, hər bir kəsin öz bədən dili ayrıdır. Ona görə də hər bir kəsi etdiyi diyet növlərini, hər bir kəsin etdiyi, belə deyək də, sağlamlıq prosedurlarını etmək hər kəsdə eyni nəticə almır. Ona görə də özünüzü anlamağa, özünüzü başa düşməyə, özünüzü həyatdan nə istədiyini anlamağa başa düşdükdə insan həqiqətən də yaxşı nəticə əldə eləyə bilir. Emosional yemə dediyimiz problemlər hal-hazırda daha çoxdur. Hal-hazırda oturaq həyat tərzi çox olduğuna görə insanların məşğuliyyəti davamlı bir şeylər yemək üzrə planlaşıb artıq. Yəni, bu insanların saatı,
vədəsi yoxdur. Artıq qidanı gec saatlarda belə yeyirlər. Hal-hazırda insanların %90-ının yuxu problemi var. Çünki hal-hazırda əllərinizdə hər bir kəsin əlində yatağına telefonla girmə və də bu alışqanlıq halında nöqtəni qoya bilməmə, son qoya bilməmə, davamlı telefona baxa bilmə və də sizin qarşınıza çıxmış olduğu videolar, yeməklər sizdə yemə alışqanlığını daha da çoxaltması, yemək istəyinin daha da çoxaltması, sizə həvəs gətirməsi, sizin canınızın daha çox yemək yemək istəyinin artması, gecə saatlarında yemək yemək hal-hazırda baş alıb gedir. Həmçinin ona da yuxu problemi də qoşulur. İnsan yatmadan öncə 3 saat, ən azı heç olmasa 2 saat bir mədədə boşluq yaranmalıdır. Yediyin ağır yeməkdən 2 saat keçməlidir. Yəni bu yuxu problemi gətirib insana yuxu problemləri gətirib çıxara bilir. Ona görə də insan öz həyatını özü idarə eləməyi bacarmalıdır. Əgər sən bunu bacarmırsansa, bir mütəxəssisdən müraciət eləyib kömək ala bilərsən. Özünün, yəni öz həyat tərzinin sənin üçün dizilməsini öyrənə bilərsən. Sən əgər bunu bacardıqda yaşamdan nə qədər zövq aldığını, hal-hazırda elə bununla yanaşı depressiyaların sayı çoxdur. Hal-hazırda yəni hansı klinikaya gedirsinizsə, o klinikada xəstələr də çoxdur, uçuretlər də, yəni növbə gözləmələri də çoxdur. Niyə görə? Amma ki, diyet sahəsinə, sağlam həyat sahəsinə müraciət edənlərin sayı bir o qədər də azdır. Baxın, hər bir xəstəliyin yaranma səbəbi kökənci qidalanmadır. Qidalanma planı, mən demirəm ki, %100 insanı həyatını sağaldır, qida məsəl üçün %100-dür. Xeyr, insanda məsəl üçün genetik xəstəliklər var, insanın öz yəni həyata yaşadığı, həyatdan aldığı depressiyalar, ağır yükləri var. O, yəni ona qida dəstək olur, kömək olur, yarıya endirə bilir xəstəliyi, yarıya endirə bilir, onu yüngülləşməsinə səbəb olur. Demək istədiyim odur ki, yəni qida hər bir xəstəlikdə başlıca rolda durur və də hər bir xəstəliyin də sağalmasında qida özünü göstərir. Mən burada başqa video roliklərimdə mən xəstələrin, pasientlərin necə sağaldıqlarını dəfələrlə demişəm. Məsəl üçün, uşaqlıqdan əziyyət çəkən, qəbizliklə mübarizə aparan bir pasientin bu yaxında, yəni menyunun ilk günlərindən etibarən mənə təşəkkür mesajı verir. Çünki hər bir xəstəliyin kökəncində qidalanma durur. Qidalanma planı düzgün həyata keçirildikdə xəstəliklər yarıya enə bilir və yaxud da ki, xəstəliklər azalıb yoxa çıxa biləcək dərəcədə özünü göstərir. Sağlam qidalanma, düzgün nəfəs texnikası, nəfəs ilə edilən yoga terapiyaları, yəni həyatımızın başlıca mərkəzində olduqda insanın həm görünüşünə, fiziksel görünüşünə, həm yuxusuna, həm düşüncə tərzinə çox yaxşı təsir göstərir. Əgər sənin üçün bu cür videolar maraqlıdırsa, yorumlarda təşəkkür sözünü yaz. Mən bu videoları motivasiya olun, sənin üçün davamiyyətini çəkə bilim. Sağ olun, sağlıqla qalın.